Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Azərbaycanın cənubunda yaranmış növbəti feodal dövləti Salarilər dövlətidir. Salarilər dövləti 941-981-ci illərdə mövcud olub, qısa bir müddət mövcud olub. Amma bu qısa müddət mövcudluğu zamanında bir çox əhəmiyyətli, Azərbaycan tarixinə aid bir çox əhəmiyyətli işlər görülmüşdür. Ümumiyyətlə, Salarilər kimlərdir? Türk mənşəlidir, Kəngərli soyundandır. Salar sözünün mənası yurt tutan deməkdir, yurt tutan. Salarilər sülaləsinin nümayəndəsi Mərzban İbn Məhəmməd kim idi? O, Deyləm hakimi idi. Deyləm, yəni Gilan, Deyləm hakimi idi. 941-957-ci illərdə Salarilər dövlətini həm qurmuş, həm də ona rəhbərlik etmişdir. Ərdəbili tutur. Biz Sacilər dövlətindən danışanda demişdik. Sacilər dövlətinin ikinci paytaxtı Ərdəbil şəhəri idi. Sonuncu Saci hakimi Deysəm idi. Deysəmi Salarilər taxtdan saldı Ərdəbildə. O hadisəni törədən Mərzban İbn Məhəmməddir. Sonuncu Saci hakimi Deysəmi hakimiyyətdən salır Ərdəbildə və Ərdəbili ələ keçirdir. Salarilər dövlətinin əsasını qoyur. Hakimiyyətə gələn kimi, yəni Salarilər dövlətini yaradan kimi Mərzban İbn Məhəmməd hansı işləri görür? Deməli, asılı hala salır Şimali-Qərbi Azərbaycanı, Şirvanşahlar dövlətini, Şərqi Gürcüstanı asılı hala salır, Dərbənd şəhərini, ümumiyyətlə Dərbəndi ələ keçirir. Mərzban İbn Məhəmmədin dövründə Xəzər dənizində Azərbaycana aid ticarət gəmiləri, ticarət donanması fəaliyyətə başlayır. Azərbaycan ərazisi şimallı, cənublu Sacilərdən sonra yenidən vahid dövlətdə birləşdirilir. Kimin dövründə? Mərzban İbn Məhəmmədin dövründə. Mövzu başlamamışdan öncə dediyim kimi qısa müddət ərzində Salarilər dövləti Azərbaycan tarixinə aid çox böyük əhəmiyyət kəsb edən işlər görmüşdür. Deməli, Mərzban İbn Məhəmmədin dövründə daxili çəkişmələrə son qoyulur. Bütün sərhədlərin hüdudlarında asayiş təmin olunur. Bu zaman Slavyanların hücumları olacaq. 944-cü ildə Bərdə faciəsi törədiləcək. Slavyan hücumlarını geniş olaraq sizə deməli təqdim etmişəm. Oradan baxa bilərsiniz. Paytaxtı dediyimiz kimi Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Salarilər dövlətinin ərazisi Mərzban İbn Məhəmmədin dövründə ən böyük əraziləri əhatə edirdi. Dərbənddən tutmuş Dəclə Fərat çayına qədər çox nəhəng bir deməli coğrafiyada Salarilər dövləti var idi. Mərzban İbn Məhəmməd ölkədəki deməli vergi sistemini tənzimləmək üçün ümumiyyətlə ölkənin daxili iqtisadiyyatını sistemli şəkildə tənzimləmək üçün qanunnamə verir. Qanunnamə, yəni Mərzban İbn Məhəmmədə aid qanunnamə var. Deməli, burada məqsəd nə idi? Vergi sistemini nizamlamaq, əsas iş vergi sistemini nizamlamaq idi. Nəticədə qayda qanun yaranır vergilərin toplanmasında, sonra artıq vergilərin yığılması, kimlərinsə xeyrinə, feodalların xeyrinə vergilərin yığılmasının qarşısı alınır. İri feodalların əl qolu bağlanır, belə deyək, yəni onlar konkret nəzarətə götürülür. Maliyyə deməli nəzarəti gücləndirilir. Xəzinəyə gələn gəlirlərin miqdarı artır və stabilləşir. Ümumiyyətlə, Mərzban İbn Məhəmmədin dönəmində hansı vergilər alınırdı? Torpaq vergisi, əmlak vergisi və xərac var idi. Xərac ildə bir dəfə asılı olan deməli ölkələrdən alınırdı. İllik xərac idi. Mərzban İbn Məhəmmədin dövründən sonra, ölümündən sonra nə olacaq? Hakimiyyət uğrunda mübarizə və deməli parçalanma. Ümumiyyətlə, hər dəfə mən orta əsrlər dövrünə aid həm ümumi tarixdən, həm Azərbaycan tarixindən
Sizə mövzuları izah edəndə bildirirəm ki, bütün dövlətlər üçün ortaq bir xüsusiyyət var. Qüdrətli hökmdardan sonra mütləq hakimiyyət mübarizəsi var və parçalanma. Parçalanma olmasa belə zəifləmə var. Yəni, bu ortaq xüsusiyyət götürülə bilər. Deməli, dəyərli yoldaşlar, Mərzban ibn Məhəmməddən sonra, yəni 957-ci ildən 962-ci ilə qədər bu 5 il ərzində Salarilər dövləti çox ciddi sarsıntı keçirdir. Daxili çəkişmələr, Arab müharibələri, hakimiyyət mübarizəsi. Nəhayət, İbrahim ibn Mərzban, yəni Mərzbanın oğlu İbrahim hakimiyyətə gəlir. Hakimiyyət illəri 962-981-ci illərdir. Çalışır ki, Salarilər səltənətində vəziyyəti nəzarətə götürsün və qüdrətini bərpa eləsin, amma bu alınmır. Səltənət bərpa oluna bilmir. Deməli, bir çox ərazilər Salarilər dövlətindən ayrılır. Ən böyük zərbəni xəzinə gəlirlərinin azalması ilə alır. Artıq xəzinə asılı ölkələrdən o gəlirləri tənzimləyə bilmir. Asıllıqdan çıxır Şirvanşahlar dövləti, Dərbənd və Gəncə. Gəncədə Şəddadilər dövləti yaranır. Şəddadilər dövləti Salarilər dövlətinin tərkibində, hələ Salarilər dövləti dağılmamış yaranır 971-ci ildə. Bunu da sizə Şəddadilər dövlətinin izahında bildirmişəm və nəhayət 981-ci ildə süqut edir. Süqutu necə baş verir, onu Rəvvadilər dövlətini keçəndə sizə bildirəcəm. Dəyərli yoldaşlar, Salarilər dövləti haqqında məlumatlar bu qədər. İzləmədə qalın.